Ölkə ərazisində malqarada yayılan dabaq xəstəliyi səbəbindən bir müddət əvvəl bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırılmışdı. Bu qərar xəstəliyin qarşısının alınması, epizootik vəziyyətin nəzarətdə saxlanılması və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilmişdi. Bu müddət ərzində Salyan heyvan bazarı da fəaliyyətini dayandırmış, nəticədə satıcılar və alıcılar bazara gəlməkdə müəyyən çətinliklərlə üzləşmişdilər. Görülən profilaktik və təhlükəsizlik tədbirlərindən sonra isə vəziyyət stabilləşib. Artıq bu gündən etibarən Salyan heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Bazarın açılması üçün zəruri olan bütün texniki və sanitariya avadanlıqları quraşdırılıb, satıcılar və malqaranı bazara gətirən şəxslər üçün müvafiq şərait yaradılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bazara baxış keçirilib və obyektin fəaliyyəti üçün tam yararlı olduğu barədə rəsmi göstəriş verilib. Yaradılan şərait əla. Yəni şükür Allah, təmizlikdir, hər yer asfaltlanıqdır. Şəraiti yaxşıdır. Salyan bazarı ümumiyyətlə yaxşıdır. Bu bazarın bağlı olmağı ümumiyyətlə həm heyvan yiyəsinə, həm alıcıya çox pis təsir edir. Çünki biz ala bilmirik, heyvan yiyəsi də sata bilmirik, qalır əlində. Vəziyyət yəni çox pis idi. İndi şükür Allah, açılıbdır, şərait də yaxşıdır, Allah köməkləri olsun. Yəni hamının dolanışığı buradan çıxır. Biz bazarlarla dolanırıq. İnşallah bazarımız 2 ay idi bağlanmışdı. Çox gözəl təmir olub, hər tərəfdə şərait gözəl. Bu bazar həmişə kasıb bazarı olub. Kasıbların xidmətində durub. Yəni söz-söhbətsiz gəlirsən, heyvanı satırsan, gələndə hər bazarda çörək qazananlara da hörmət edirlər. Hazırda bazarda həm satıcılar, həm də alıcılar, həm də malqaranı gətirənlər üçün rahat və təhlükəsiz mühit təmin olunub. Bazarın yenidən açılması yerli əhalinin gündəlik tələbatının ödənilməsinə, eyni zamanda regionda iqtisadi fəallığın canlanmasına mühüm töhfə verəcək. Bazarda heyvanların saxlanılması üçün yeni bariyerlər quraşdırılıb. Təhlükəsizlik və sanitariya qaydalarına uyğun olaraq xırdabuynuzlu heyvanların satışı ayrıca, iribuynuzlu heyvanların satışı isə ayrıca sahədə həyata keçirilir. Elvin Qudratov, Həzər Həsənova, Səmil Quliyev bu gün informasiya proqramı üçün.